Bu kənd Zərdabın gəlmə kəndidir. Bu kəndin qəbirstanlığında olduq. Bu böyük bir qəbirstanlıqdır. Allah rəhmət eləsin. Burada həm şəhidlərimiz də var, eyni zamanda adi insanlar da, vətəndaşlar da. Və bu kəndin həm mühafizəçi, həm də mollası. Çox zəhmətkeş insandır. Gördüyümüz qədərindən qəbirstanlıqda həqiqətən bir balaca cənnətlik yaradıb. Dayı, özünüzü təqdim edin. Mən Zərdab rayonu gəlmə kəndi. Tapdığım Məhərrəm Əhmədoğlu. Məhərrəm bəy. Məhərrəm bəy, necə oldu? Siz nə vaxtdan burada işləyirsiniz və gözəl güllüklər yaradılıb, kiçik bir mini cənnət yaradılıb burada. Bax, bunu necə etdiniz? Özünüz könüllü etdiniz, öz maddi hesabınıza edirsiniz. Valla bunun hamısı, yani burada heç kim mənə göstəriş verməyib. Yəni mən istəyərdim ki, bizim də rayonumuz, bizim də kəndimiz, bizim də qəbirstanlığımız, bizim də şəhidlərimiz, mən özüm əlaqsız gecə, gündüz, hər bir vaxt mən burada işimin üstündəyəm. Ona görə ki, burada mən dövlət tərəfindən maaş alıram. Mən səmimi, yəni belə deyək də, dövlətin rəsmi işçisiyəm burada. Dövlət tərəfindən maaş alıram. Zəhmətinizin də, əmək haqqınızın da hər qəpiyinin zəhmətini ödəyirsiniz. Eyni zamanda burada bunların necə deyilir, qəbirstanlığı təmiz saxlayırsınız, gül çiçəklər əkirsiniz. Allah sizə can sağlığı versin. Bəli, 6 hektar yarım sahəsi var buranın. Bəli. Bir də bu siz gördüyünüz ki, bu güllü, çiçəkdir. Bunların hamısının toxumunu mən özüm öz evimdən gətirmişəm. Dipçəkdə güllərim var, başqa yerlərdə deyil. Yəni ki, mən də istəyərəm, yəni bizim rayonumuzun başçısı Mərvan Zamalov, ona da öz təşəkkürümü bildirirəm. Yəni onun təşəbbüsü ilə mən ondan əvvəl burada təmənnasız işləyirdim. İndi o bura gələndən sonra mən indi o beni buraya təyin elədi ki, yəni gedib şəhidlərimizə baxarsınız. Mən də onun, yəni ki, mən belə başa düşürəm ki, o da yanılmayıb, biz də yanılmamışıq. Bildik. Amma əsas burada təşəkkür sizə düşür ki, sizin zəhmətiniz, sizin əlinizin, sizin ürəyinizin, sizin qəlbinizin genişliyidir ki, siz aldığınız əmək haqqının hər qəpiyini istəyirsiniz, halal olsun deyə burada belə bir belə deyək, qəbirstanlığın özündə belə mini cənnət yaratmışsınız. Allah sizə can sağlığı versin, iş avantlığı versin. Allah necə deyərlər, burada yatanlara rəhmət eləsin, ruhları şad olsun. Necə deyərlər, dünən də sülh bəyannaməsi imzalandı. Ümid edirik ki, iki xalq arasında o sülh bərqərar olacaq və artıq necə deyək, bu nifrəti, bu iki xalqı bir-birinə qarşı duranlar yeniləcək. Ümid edirik. Belə inşallah ki, vətənə və hər iki xalqa, qonşu xalqa sülh gələcək. Bir daha təşəkkür edirəm. Çox sağ olun. Sizə də biz Zərdab rayonu adından, kəndimizin adından, elimizin adından sizə də öz təşəkkürümüzü bildiririk ki, siz gəldiniz, yəni bu bizim şəhidlər xiyabanını işıqlandırırsınız, çəkirsiniz. Allah hər birinizdən razı olsun. Hər birinizdən. Allah köməyiniz olsun. Allah canınızı sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Amin, amin. Çox sağ olun. Bütün dünyasını dəyişənlərimizə Allah hamısına rəhmət eləsin.